Salam şagirdlər. Deməli, bu dərsimizdə biz trapesiya haqqında danışacağıq. Bütün ətraflı məlumatları verəcəm. Deməli, trapesiyada yenə də bir dördbucaqlı növdür. Sadəcə bu paraleloqramdan fərqlidir. Dediyimiz kimi, paraleloqramın növləri həm düzbucaqlı bir paraleloqramdır, kvadrat da, romb da. Bunlar paraleloqramın növləridir. Artıq trapesiya isə onlardan fərqlidir. Çünki trapesiyanın qarşı tərəfləri cüt-cüt paralel deyil də, yalnız iki tərəfi paralel olan dördbucaqlıya biz trapesiya deyirik. Baxın, burada BC tərəfi ilə AD tərəfi, yəni bu tərəflə bu tərəf bir-birinə paraleldir. Amma AB və CD isə paralel deyil. Belə fiqurları biz həmişə trapesiya adlandıracaq. Trapesiyada bir yenə də dördbucaqlı olduğuna görə daxili bucaqlarının cəmi 360-dır. Sadəcə, indi belə bir şey var da, bax, məsələn, BC tərəfi ilə AD tərəfi paralel olduğuna görə, deməli, bax, bu B bucağı ilə A bucağı bir-biri ilə olur bir tərəfli daxili bucaqlar. Yəni, iki paralel xəttlər arasında daxili bir tərəfli bucaqlar. Deməli, bunların cəmi neçə dərəcədir? 180 dərəcədir. Eyni ilə də bucaq C ilə də bucaq D bir-biri ilə daxili bir tərəfli bucaqdırlar. Daxili bir tərəfli. Deməli, bunların cəmi 180-dır. C ilə D-nin cəmi 180, A ilə də B-nin cəmi 180 edir. Yəni, bu iki bucağın cəmi 180 edir. İndi trapesiyanın ən mühüm xüsusiyyətləri biri haqqında danışır. Deməli, trapesiyanın orta xətti haqqında. Trapesiyanın orta xətti nədir? Trapesiyanın, deməli, birinci adlandıraq. İki paralel tərəf dedim ha. BC ilə AD. Bunlar trapesiyanın oturacaqları adlandırır. Necə ki, məsələn, üç bucaqda oturacaq olurdu. Trapesiyada iki dənə oturacaq olur. O oturacaqlar biz hardan bilirik? Bir-birinə paralel olan tərəflər oturacaq adlanır. Yaxşımı? Bu da orta xəttdir. Baxın, bu da orta xəttdir. Orta xətt üç bucağın orta xəttindən bir xüsusiyyətinə görə bənzəyir. Nəyə görə? Çünki tərəfləri bərabər hissəyə bölür. Bir xüsusiyyət burada oxşayır. Tərəfləri ortadan, tən ortadan bölür və bərabər yanlı üç bucaq, ümumiyyətlə üç bucaqda biz necə deyirdik? Orta xətt nəyə bərabərdir? Üç bucaqda da bu orta xətt belə bir şey idi ki, bu üç bucaq çəkək, yadımıza salaq. Üç bucağın da orta xətti tərəflərin yarıya bölürdü və çəkildiyi tərəfə paralel olurdu. Deməli, trapesiyanın da orta xətti tərəfləri tən yarıdan bölür və oturacaqlara paralel olur. Yaxşımı? Oturacaqlara paralel olur və orta xətt, məsələn, bu orta xəttə bir MN deyək, nəyə bərabər olur? Orta xətt həmişə ən əsas qaydadır. Bunları dəftərə yazırıq. Orta xətt oturacaqların cəminin yarısına bərabərdir. Yəni, MN-in uzunluğu bərabərdir. BC tərəfi ilə AD tərəfinin cəmi böl 2. Yəni, bu tərəfi ilə bu tərəfi toplayırıq, bölürük 2, həmişə bizə orta xətti verəcək. Deməli, şagirdlər, yeni bir qaydaya baxırıq. Diqqətlə qulaq asın. Bax, bu qırmızı rənglə çəkdiyim düz xəttlər trapesiyanın diaqonallarıdır. Yəni də bütün dördbucaqlılar kimi trapesiyanın iki dənə diaqonalı olur. Yaxşımı? Hə, indi baxaq. Bax, bu diaqonallar orta xəttlə kəsişiblər. Görürsünüz, belə bir şəkil yaranır. İndi diqqətlə qulaq asırıq. Bax, gəl bunları bir də adlandıraq. Məsələn, bura MN yazıram. Bura MN. Bura Y yazaq. Burada məsələn F yazaq. Diqqətlə qulaq asaq. Biz nə demişdik? Demişdik, MN bərabərdir AD plus BC böl 2. Yəni, orta xətt nəyə bərabərdir? Oturacaqların cəminin böl yarısına. İndi, məsələn, bax, M və Y nəyə bərabərdir? Sonra, məsələn, F və N nəyə bərabərdir? Onlar haqqında danışacaq. Yadda salın, əgər trapesiyanın diaqonalları orta xətti ilə bu şəkildə yəni kəsişərsə, bax, bu M və Y, bir də F və N bir-birinə bərabər olacaq həmişə. Fərqi yoxdur. İxtiyari trapesiyada bu keçərlidir. Nəyə görə? Diqqətlə qulaq asaq. Məsələn, belə bir üçbucağa baxaq. Məsələn, ABC üçbucağına bir dənə baxaq. Bax, onu mən, məsələn, tutaq ki, başqa bir rənglə göstərim sizə. Məsələn, yaşıl rənglə göstərək. Və məsələn, bu ABC üçbucağına bir dənə baxaq. Bax, ABC üçbucağının da bu tən ortasından keçən xətt axı, düzdürmü? Bu üçbucağın, elə bil, bu üçbucağın orta xəttidir. Bu MY xətti üçbucağın orta xətti. Deməli, BC-nin yarısına bərabər olacaq. Deməli, burada baxıram, MY bərabərdir BC böl 2. Nəyə görə ki? Çünki ABC üçbucağında bir orta xətt yaratmışam. Bu, həm də onun orta xətti. Çünki tərəfi ortaya bölüb və paralel. Deməli, orta xətt. Deməli, bunu da bir yarısıya böldü, diaqonalı da, belə deyək. Və bu BC-yə paralel olduğuna görə bu üçbucağın orta xətti sayılır həm də. MY BC-nin yarısına bərabər olur. Eyni ilə də gəlində
BCD üçbucağına baxaq. Bax, onu da həmin yaşıl xəttlə çəkirəm. Bu görün. Daha bu üçbucağa da bir dənə baxaq. Görürsüz ki, burada da FN yenə də BC-yə paralel çəkilir bu orta xəttdə. Deməli, FN də BC-nin yarısına bərabər olacaq. Yazıram FN də bərabərdir BC böl 2. Yaxşı, bax bunu həmişə belə yadda saxlayaq. BC-nin yarısına bərabər olacaq və ikisi də BC-nin yarısına bərabər olunca deməli MY ilə FN də həmişə bir-birinə nə olur? Bərabər olur. Bax bunu yaddan çıxarmayaq. Bunu da bir düstur kimi yazaq. Amma bu YF-in də özünün bir dənə düsturu var. Məsələn, orta xəttin özünü tapanda AD ilə BC-ni 2-yə bölürdük. Toplayırdıq 2-yə bölürdük. Amma YF-in də bir dənə düsturu var. Yadda saxlayın. Bunlar qəlib suallardır. Yəni həmişə düşəcək bunlar. YF də bərabərdir. Bu səfər oturacaqların fərqi bölü 2. Yəni AD, yəni böyükdən kiçik çıxırıq, BC-ni çıxırıq, bölürük 2-yə. YF də bəli buna bərabərdir. YF nədir? Orta xəttin diaqonallarla kəsişmə nöqtəsində ortada qalan hissədir. Yaxşı, bax, maraqlı bir düsturdur. Əslində düstur deyil, yəni göstərdiyimdə nəyə görə bunlar belə formalaşır. İndi məsələn, uşaqlar, sizə başqa məsələn bir şey belə göstərək. Məsələn, tutaq ki, məsələn, AD-ni bizə 10 sm verir. Məsələn, bizə deyir ki, YE-ni tap, bunu tap. Bunu da necə tapar? Diqqətlə qulaq asaq. Mən burada ACD üçbucağını birləşdirirəm. Yaşıl rənglə. Biraz səliqəsiz ola bilər, amma yenə də baxaq. ACD üçbucağın, mən belə bu formada çəkirəm ki, siz görəsiniz deyə. Bu ACD üçbucağı var ha. Bu YN, bax bu YN. Bu artıq düstur deyil, yəni özümüz bu sualı görməliyik. ACD üçbucağında YN bu üçbucağın orta xəttidir. Ay müəllim, niyə? Çünki MN əgər orta xəttisə və bu üçbucağa baxanda bu tərəfi də 2 yerə bölür, bu tərəfi də 2 yerə bölür və paraleldir. Düzdürmü? Tərəfə də paraleldir. YN ACD üçbucağının orta xəttidir. Orta xəttdə olduğuna görə bu hissə bunun orta xəttidir, düzdürmü? Orta xətt nə olurdu üçbucaqda? Oturacağın yarısına bərabər olurdu. Yəni çəkildiyi tərəfin yarısına bərabər olurdu. Deməli, əgər bura 10-dursa, YF də nəyə bərabərdir? YF də 5-ə bərabər, YN daha doğrusu üzr istəyirəm. YN də 5-ə bərabər olacaq. Yəni onun yarısına bərabər olacaq. Üçbucaqdan. Görürsünüz, üçbucağın qaydasını bura tətbiq elədik. Yaxşı. Məsələn, sizdən necə bir şey soruşar? Məsələn, başqa bir cürdə sizdən sual verə bilər. Məsələn, tutaq ki, deyər ki, belə bir şey eləyək. Məsələn, FN 5-dirsə, məsələn, BC-ni tap. Bayaq göstərdiyim kimi, bu BCD üçbucağının kimi görsünüz siz bunu. Bax, bu üçbucağı əgər siz görsünüz. Bu FN nədir? BC-nin orta xəttidir. Əgər bura 5-dirsə, deməli, onda bura olar 10. Və yəni, ancaq üçbucağın qaydalarını burada biz nə eləyirik? Tətbiq eləyirik. Yəni, bu trapesiyada bu qaydaları yaddan çıxartmayaq. Orta xətt görün nə qədər özündən qaydalar tətbiq edir. İndi şagirdlər sizə başqa bir qayda da göstərirəm. Artıq bu orta xətt deyil də, orta xətt haqqında danışmırıq. Trapesiyada belə bir şey var. Trapesiyanın diaqonallarının kəsişmə nöqtəsindən hər hansı bir oturacaqlara paralel gedən bir üçüncü düz xətt çəkirəm. Bu orta xətt falan deyil, sadəcə elə belə kiçik bir qaydadır. Yəni, istənilən ixtiyari trapesiyada siz 2 dənə diaqonalın kəsişmə nöqtəsindən 2 oturacağa paralel olan bir KL düz xətt çəksəz, bu hissə ilə, yəni KO ilə OL bir-birinə bərabər olacaq. Məsələn, bura 5-dirsə, burada 5 olacaq. Yəni, məsələn, KO KL-in yarısıdır, OL KL-in yarısıdır. Bu da elə belə kiçik bir qaydadır, yadınızda qalsın. Yəni, diaqonalların kəsişmə nöqtəsindən həmin bu düz xətt keçəndə simmetri olaraq tən 2 hissəyə ayırır bu düz xətti. Vəssalam, bu da kiçik bir qayda idi. İndi isə şagirdlər, trapesiyanın bir xüsusi növü olan bərabər yanlı trapesiya haqqında danışacağıq. Bərabər yanlı trapesiya, bərabər yanlı üçbucaqdan siz tanırsınız da, yəni yan tərəflər bir-birinə bərabər olur. Burada da AB tərəfi ilə CD tərəfi yan tərəflərdir və bunlar bir-birinə bərabərdirlər. Bərabər yanlı trapesiya olduğuna görə AB və CD yan tərəflər olur, BC və AD isə oturacaqlar olur, onu bilirik onsuz. Deməli, AB ilə CD yan tərəf və bir-birinə bərabərdirlər. Məsələn, bura 10 cm-dirsə, bu bir tərəfdə 10 cm olacaq. Yəni, bərabər yanında yan tərəflər bərabər oldu. Və bu bir simmetrik fiqur olduğuna görə artıq bərabər yanlı trapesiyanın diaqonalları da bir-birinə bərabərdir. Yəni, AC diaqonalı ilə BD diaqonalı da bir-birinə bərabərdir. Yaxşı, bunu yaxşıca yadda saxlayaq. Uşaqlar,
ixtiyari trapesiyanın daxilinə çevrə çəkmək mümkündür. Bunu yadda saxla. İxtiyari trapesiyanın daxilinə çevrə çəkmək mümkündür. Amma bax qeyd, çox önəmli bir qeyddir. Yalnız və yalnız bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkmək olar. Bax bir daha deyirəm, ixtiyari trapesiyanın daxilinə, içinə çevrə çəkmək olar. Amma yeganə trapesiya bərabər yanlı trapesiyadır ki, onun yalnız xaricinə, yox, yəni daxilinə də olur ha. Sadəcə trapesiyalar içərisində bu elə bir trapesiyadır ki, yalnız xaricinə çevrə çəkilə bilən trapesiya budur. Yaxşı? Yəni əgər sizə desələr ki, sualda trapesiyanın xaricinə çevrə çəkilir, bilin ki, avtomatik bərabər yanlı trapesiyadır. Yaxşı? Yalnız bu trapesiyanın yalnız çölünə, xaricinə çevrə çəkmək olar. O birisi trapesiyalarda qeyri-mümkündür bu, alınmır. Yaxşı? Çünki çevrədə 4 tərəf toxunmalıdır axı çevrəyə. Nəysə, bildik. Yəni yalnız bunun xaricinə çevrə çəkmək mümkün olar, amma o birislərin yox. İndi diqqətlə qulaq asaq, belə bir şey deyim sizə. Deməli, bərabəryan trapesiya haqqında özəl bir düstur var və məşhur düsturu diqqətlə qulaq asaq. Yəni blok imtahanında bu istifadə olunmuşdu bu sual bir dəfə. Deməli, belə bir hündürlük çəkirəm. Çünki trapesiyanın da hündürlüyü olur. Bax, bu deyirlər, məsafə olur. Bu trapesiyanın hündürlüyü haqqında biz nə deyəcəyik? Bax, əgər belə bir xüsusi qayda var. Əgər bərabər yanlı trapesiyanın, bax, nə deyirəmsə bərabər yanlı aiddir. Bərabər yanlı trapesiyanın diaqonalları əgər perpendikulyar olarsa, onda bu trapesiyanın hündürlüyü orta xəttinə bərabərdir. Yaxşı, yəni fərz edin bir dənə bərabər yanlı trapesiya var və onun diaqonalları perpendikulyardır. Perpendikulyar olmaya da bilər də təbii ki, uzun trapesiyada da olmaya bilər. Hə, bunun hündürlüyü orta xəttə bərabərdir. Hansı trapesiyalarda əgər diaqonalı perpendikulyarsa və özü də bərabər yanlıdırsa, deməli hündürlük bərabər olacaq orta xəttə. Orta xəttə bildiyinizdə nə oldu? Tərəflərin ortasından keçib oturacaqlara paraleldir və oturacaqların cəminin yarısına bərabərdir. Yaxşı, bunu yadımızdan çıxarmayaq. Deməli, vəssalam, bərabər yanlı trapesiya haqqında bunu da dedik. İndi son bir şey deyəcəm hündürlük haqqında. Deməli, şahidlər, yenə də bir bərabər yanlı trapesiya təsvir edilib. MN onun orta xəttidir və 2 dənə də BY və CL hündürlüklər çəkilib. Burada xüsusi bir düstur yoxdur, sadəcə diqqətlə baxaq, nələr var burada deyəcəm. Məsələn, baxın, bu nöqtə ilə bu nöqtə arasında, məsələn, burada nə yazaq? Burada K yazaq. Burada məsələn F yazaq. Diqqətlə baxaq. Bu KF BC-yə bərabərdir, sonra YL-ə bərabərdir. Baxın, 90 dərəcə çəkilə baxın. Yəni, deməli, məsələn, tutaq ki, bura 5-dirsə, burada 5-dir, burada 5-dir. Yaxşı. Məsələn, tutaq ki, bura 4-dirsə, avtomatik olaraq burada 4 olacaq. Çünki simmetrikdə AY də LD-yə bərabərdir. Yaxşı. Məsələn, bu MK nəyə bərabər olacaq? MK ABY üçbucağının orta xətti olur çünki avtomatik olaraq. Deməli, burada onda 2-yə bərabər olacaq. Burada 2 isə deməli onda FN də bir-birinə bunlar bərabərlər. Deməli, burada 2 olacaq. Çünki bu da 4-ün yarısıdır. İndi gəl, orta xəttin ümumi nə var? Orta xəttin ümumi nə oldu? 9. 5, 2, 2, elə də 9. Deməli, MN bərabərdir 9-a. İndi gəlin hələ biz oturacaqları toplayıb 2-yə bölək. Görə MN-i alacaq, yoxsa yox. BC 5-dir, düzdür. Yazıram bura 5. Üstə gəlir. Kiçiyə, böyük oturacaq nə qədərdir? 4, 5, 4. Nə qədər elədi? 13. İndi toplayıram bunu. 13 böl 2-yə. Bununla bunu toplayanda 13-dən 5 edir 18. 18-də 2-yə böləndə elə də 9. Gördük nə maraqlıdır. Bəli, deməli, həmin bu üsul keçərlidir ki, bərabər yanlı trapesiyaya aiddir. Yəni, siz avtomatik bilməlisiniz ki, həmin əgər 2 dənə hündürlük çəkilibsə və orta xəttə bu şəkildə çəkilibsə, BC, KF-ə, YL-ə bərabərdir. Əslində, bu düstur deyil, yəni əyanlı şəkildə görünür bu. Belə, bərabər yanlı trapesiya haqqında da bunu danışdıq və sonuncu bir növ qalır, indi onda danışacaq. İndi isə trapesiyanın sonuncusudur, bunun haqqında danışaq. Deməli, nədir bu? Bu düzbucaqlı trapesiyadır. Bu da xüsusi bir növdür. Bu da düzbucaqlı trapesiyadır. Nəyə görə? Çünki bunun bir yan tərəfi oturacaqlar da perpendikulyardır. Yaxşımı? Deməli, məsələn, buraya adlandıraq A, B, C, D. Bu trapesiyanın oturacaqları hansılardır? AD ilə BC. Düzdürmü? AB tərəfi BC və AD-yə perpendikulyardır. 90-90-dır. Yəni görürsünüz, paralel olduğuna görə 90-90 cəmi ilə də 180. Bucaq C ilə də bucaq D-nin də cəmi yenə də 180 eləyəcək. Məsələn, bura 120-dirsə, bura olacaq 60. Vəssalam.
Yəni bu da düzbucaqlı trapesiyadır. Düzbucaqlı trapesiyada yəni bütün digər xassələr də, yəni orta xəttdir, nə bilim, hündürlüyüdür falan da, həm də bu AB tərəfi özü də bir hündürlükdə trapesiyanın. Yəni keçərlidir bunun üçün. Düzbucaqlı trapesiyanın xaricinə çevrə çəkmək mümkün deyil, olmaz. Daxilinə çevrə çəkmək olar, amma xaricinə çevrə çəkmək olmaz. Ümumiyyətlə uşaqlar, yəni bu çevrə söhbətinin məsələsi odur ki, yəni nəyə görə səbəb odur ki, məsələn, əgər sən bunun xaricinə çevrə çəksən, xaricinə əgər çevrə çəksən, axı məsələn bir dənə çevrə çəkək, bir çevrənin əgər daxilində bir çoxbucaqlı deməyək, dördbucaqlı deyək. Məsələn, əgər sən bir dördbucaqlının xaricinə çevrə çəkibsənsə, bunun qarşı bucaqlarının cəmi 180 dərəcə eləməlidir, məntiqlə. Axı, burada elə bir şey mümkün ola bilməz. Məsələn, tutaq ki, bura 90-dırsa, əgər bunun xaricinə çevrə çəksən, ona görə A 90-dırsa, deməli C də 90 olmalıdır. Onda trapesiya adlanmırdı. O artıq olacaq məsələn nə? Düzbucaqlı və ya kvadrat. Düzdürmü? Hə, ona görə bu alınmaz. Amma daxilinə bəli çevrə çəkmək olar. Ümumiyyətlə də yəni çevrələri də bir daha xatırlayaq. Əgər bir çevrənin içinə bax dördbucaqlı çəkilibsə, həmin dördbucaqlının qarşı bucaqlarının cəmi 180 eləməlidir. Bundan bu, bundan da bu. Əgər bir çevrənin xaricinə dördbucaqlı çəkilibsə, onda həmin dördbucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Məsələn, bu A ilə B-nin cəmi C ilə D-nin cəminə bərabərdir. Qayda dəftərinə baxın, yazdırmışam, onu da təkrar eləyin. Hə, vəssalam. Bu şəkildə indi tanış olduq. Deməli, düzbucaqlı trapesiyanın da xaricinə çevrə çəkmək olmaz, yəni qadağandır, mümkün deyil. Deməli, dəyərli şagirdlər, düzbucaqlı trapesiyada ümumiyyətlə bu dördbucaqlılar bölməsində ən sonuncu qaydamızda deyirik, yekunlaşdırırıq. Diqqətlə qulaq asaq. Deməli, bərabər yanlı, üzr istəyirəm, düzbucaqlı trapesiyanın əgər diaqonalları 90 dərəcə bucaq altında kəsişərsə, yəni kəsişməyə də bilər. Məsələn, ixtiyari bucaq altında kəsişə bilər bunlar. Amma özəl bir şərt var ki, əgər, bunu da qaydanı yadda saxlayırıq. Bayaq bərabər yanlı trapesiya dedim. Əgər onun diaqonalları perpendikulyardırsa, hündürlüyü orta xəttinə bərabərdir. İndi burada da başqa bir şey var. Əgər düzbucaqlı trapesiyada diaqonallar perpendikulyar olarsa, yəni 90 dərəcə bucaq altında kəsişərsə, onda belə bir özəl qayda var sonuncu düsturumuzda. AB-nin kvadratı bərabərdir oturacaqların hasinə. AD vur BC. Yaxşı, AB-nin kvadratı bərabərdir AD vur BC. Gəl bunu bir dənə isbat eləyək. Nəyə görə bu belədir? Bax, mən AC-yə paralel olan bir dənə parça çəkirəm. B təpəsindən başlayaraq. Bax, çəkdim bunu. Paralel olaraq çəkdim. Düzdürmü? Və bunu AD-nin uzantısı ilə kəsişdirirəm. Gördünüz? Burada məsələn bir dənə deyək M. Bax, bu MA. BC-yə paralel oldu. AD BC-yə paraleldir. Trapesiyada axı belə bir şey var. Tərəflər, oturacaqlar paraleldir. AB də AC-yə paraleldir. Deməli, əgər məsələn bura BC idisə, deməli mən burada BC-yə bərabər olduğunu deyə bilərəm. Yaxşı, indi diqqətlə baxın, maraqlı bir isbatı diqqətlə qulaq asın. Nəyə görə? Bu düstur yadınızda qalsın deyə izah edirəm. Yəni AB-nin kvadratı nəyə görə AD vur BC-yə bərabərdir? İndi baxaq. Məsələn, bura bir dənə kiçik A deyirəm. Bura kiçik A deyirəm. Burada avtomatik olur A. AD tərəfinə də bir dənə deyirəm B. Yaxşımı? İndi diqqətlə qulaq asın. Bax, AC MB-yə paralel olduğuna görə, bax bu bucaq 90-dırsa, paralellik şərtinə görə deməli burada 90 olacaq. Düzdürmü? Deməli MBD bir nədir? Düzbucaqlı, üçbucaqlı. Mən yaşılla gəl onu göstərək. Bax M, B və D. Nədir? Bir düzbucaqlı, üçbucaqdır. Və bu düzbucaqlı, üçbucağın hipotenuza endirilmiş hündürlüyü var. Görürsünüz? Bu hündürlükdür. Hündürlük nəyə bərabər eldir? Düzbucaqlı, üçbucaqda bəs sizə keçmişdim. H nəyə bərabər oldu? Hipotenuza endirilmiş H. H-ın kvadratı bərabər idi M vur N-ə. Burada da H-ın kvadratı, yəni BA-nın kvadratı bərabər olacaq. Həmin bu hündürlüyün hipotenuz üzərində ayırdığı proyeksiyaların hasilinə. Yaxşı, bununla bunun hasilinə. Yəni A vur B-yə bərabər olacaq. B onsuz AD-dir. Bax, burada yazmışdım.
Bəs bu A nədir? Bu da BC-dir də. Bax, oradan gəlib bu. Başa düşdünüz? Yəni, bu MA A-nın işarələmişdim. Elə o da BC-yə bərabərdir. Deməli, elə mən də bu A-nın yerində BC yaza bilərəm. Yəni, siz əgər harda bir düzbucaqlı trapesiya görsəz, avtomatik bilin ki, onun yan tərəfi, yəni o düz bucaq olan AD tərəfi nəyə bərabərdir? Oturacaqların hasilinə, onun kvadratı oturacaqların hasilinə bərabərdir. Yaxşı, bir dənə lövhəmizi düzəldək. Bircə dəqiqə. Aha, lövhəmizi düzəldək, bir daha xatırlayaq və yekunlaşdıraq. İndi diqqətlə baxaq. Diqqətlə qulaq asaq, bir dənə buranı da silək, bir daha özət keçək. Yəni, bir daha deyirəm, bu AB-nin kvadratı BC ilə AD-nin hasilinə bərabərdir. Belə. İndi bir-iki dənə də topludan nümunələrə baxaq, F tapşırığı nümunələrinə baxaq, sonra yekunlaşdıraq dərsi. Məsələn, indi trapesiya və onun orta xətti bölməsində səhifə 203-də 12-ci sual var. 12-ci suala gəl baxaq. Deyir, bərabəryanlı trapesiyanın diaqonalı, siz kitabdan baxa bilərsiniz həmin suala. Bərabəryanlı trapesiyanın diaqonalı onun kör bucağını 35 və 80 dərəcəli bucaqlara ayırır. Deyir, trapesiyanın kiçik bucağını tap. Yəni, sadə sualda, baxaq, sadədən başlayaq mürəkkəbə doğru. Tutaq ki, bu diaqonaldır, kör bucaq budur da. Bunu 35 və 80-li hissələr ayırır. Deyir, bunun kiçik bucağını tap. Deməli, bu bucaq özü neçədir? Bu bucaq özü 115-dir də, düzdür. Bu bucaqla da bu bucağın cəmi neçə eləməlidir? 180 eləməlidir. Bura 115-də, deməli, burada 65-dir. Avtomatik sual tapıldı. Vəssalam. Deməli, indi 15-ci suala baxırıq. Deyir ki, ABCD trapesiyasında, bərabəryanlı trapesiyasında, bərabəryanlı trapesiyası deməli, bucaq A ilə bucaq D bir-birinə bərabərdir, bucaq B ilə də bucaq C bir-birinə bərabərdir. Deyir ki, AC diaqonalı yan tərəfə perpendikulyardır və AD tərəfi ilə 35 dərəcəli bucaq əmələ gətirib. BAC bucağını tap. BAC bucağı bax bu bucaqdır. Bura bir dənə deyək alfa. Gəl baxaq. Deməli, ACD bir üç bucaq yaranıb. Bu düz bucaqlı üç bucaq, düzdürmü? 90 dərəcə buradır. 35 dərəcə burada, deməli 55 dərəcədə bura olmalıdır. Axı cəmi 180 eləməlidir və yaxud bunların ikisinin cəmi 90 eləməlidir. Düz bucaqlı, üç bucaqlı, iti bucaqlardır. Nəsə 55 elədir. İndi bucaq D əgər 55-dirsə, bucaq A da ümumilikdə 55-dir. İndi 55-in 35-i verilib. Hansı hissəsi çatışmır? 20-də. Cavab deməli 20-dir. Bitdi. Deməli, indi şagirdlər, bax, 29-cu suala baxırıq. Deyir, ABC trapesiyasında M-in AD-yə paraleldir. Yəni, oturacaqlara paraleldir də bu. İxtiyari trapesiyadır özdə. Deməli, AB 12-dir. Bax, fikir ver. AB bura 12-dir. Deməli, CN 4-dir. CN 4-dir. ND isə, DN isə 12-dir. Düzdürmü? Deyir, MB-ni tap. Yəni, bu X-i tap. Diqqətlə qulaq asın. Biz burada Fales teoremindən istifadə edəcək. Fales teoremi nə deyir də? Bir hissədə əgər paralel düz xəttlər kəsirsə bucağı, bucağın iki xəttində belə deyək ki, şu anı əgər paralel düz xəttlər kəsirsə, bunun buna nisbəti, bunun da buna nisbətinə bərabər olacaq. Yaxşı, gəl baxaq. Yəni, CN, bax, hardan bilirik paralel? BC də, MN də, AD də bir-birinə paraleldir. Trapesiya da axı. Və üstəlik deyir, MN də AD-yə paraleldir. Orta xətt deyil, sadəcə paraleldir. İndi baxaq, bu 12-nin 4-ə nisbəti neçədir? 3-dür də, 3 fərqlənməlidir. Deməli, bu AM-də MB-dən 3 dəfə çox olacaq. Yəni, MB x isə burada olacaq 3x. Bunların da cəmi 12-dir. Yəni, 4x bərabərdir 12-yə, x də bərabərdir nəyə? 3-ə. Deməli, bura 3-dir, burada 9-dur. Deməli, bizdən MB-ni soruşurdu. MB də deməli 3-ə bərabər imiş də, bu qədər sadə. İndi 47-ci suala baxırıq. Deyir ki, yəni, trapesiyadır. Bir CD tərəfinin M orta nöqtəsindən, orta nöqtə nədir? Yəni, 2 yerə bölür. AB tərəfinə BM perpendikulyarı. Burada BM, yəni B-yə gedir, perpendikulyar çəkilir. Bucaq B ilə birləşir bu parça. Hə, 6 sm-dir. AB-ni 9 verib, CD-ni 8 verib. Deyir, trapesiyanın perimetrini tap. Bax, dəyərli şagirdlər, bura 8 isə deməli orta nöqtədirsə, burada 4-4 olur, düzdürmü? 4-4. Görə başqa nə tapa bilərik? Gəlin belə eləyək. Buna bir dənə orta xətt çəkək. Orta xətt nə ayırır? Orta xətt onu eləyir ki, tərəfi yarıya bölür. Deməli, burada oldu 4,5. İndi bizə deyir perimetri tap. Əgər mən orta xətti tapsam, orta xətt nəyə bərabərdir? BC ilə AD-nin cəminin yarısına. Düzdürmü? Yəni, bura əgər mən A desəm, bura B desəm, orta xətt nəyə bərabər olacaq? Orta xətt bərabərdir A plus B
böl 2-yə. İndi mən deməli AB-nin cəmini necə taparam? Orta xətti 2-yə vurmaqla. Gəl onda biz orta xətti tapaq. Elə bil ki, burada bir dənə n yazıram. N, BN bir düzbucaqlı üçbucaqdır. Bu MN də onun hipotenuzudur, yəni 90-ın qarşısında durandır. 4,5-in kvadratının üstə, mən əgər 6-nın kvadratını, yəni 36-nı gəlsəm, neçə eləyəcək? Gəlib bir dənə tez hesablayaq. 4,5-in kvadratı eləyir 20,125, üstə də gəl 36 eləyir 56,125. 56,125-dən də yəqin ki 7,5 çıxar kökdən. Hə, 7,5 çıxır, bəli. 7,5 deməli MN-ə yazdım 7,5. Deməli orta xətt 7,5-dirsə, onda A plus B-nin cəmi bu 7,5-i 2-yə vurarıq da. Yəni bu dediyim bu qaydaya əsasən. O da eləyir 15. Perimetrində də bütün tərəflərin cəmi. AB-ni verib 9, CD-ni də verib 8. Neçə elədi? 17. AB-nin də cəmi 15-dir də. Bunları toplayanda neçə eləyir? 32. Vəssalam. Cavab D variantı 47-ci sualda. Deməli, şagirdlər, indi biz 65-ci suala baxırıq. Yenə də bərabər yanlı bir trapesiyadır. Deyir ki, onun iti bucağının diaqonalı, daha doğrusu diaqonalı iti bucağının tən bölənədir. Yəni alfa alfa. Fərqi yoxdur. AC-ni də seçə bilərsiniz, BD-ni də seçə bilərsiniz. Çünki bayaq dedim, bərabər yanlı trapeziyadsa diaqonallar bərabərdir. Simmetrikdə heç bir fərqi yoxdur. Və yan tərəfə perpendikulyardır. Bunu da çəkdik. Perimetrdə 15 kök 3 olarsa, diaqonalı tap. Yəni AC-nin uzunluğunu bizdən istəyir. Sual. İndi baxaq. Bax, bura alfa, çünki tən böləndir. Deməli, burada alfa olacaq. Çünki BC AD-yə paraleldirsə, bucaq bu hissə ilə CAD ilə BCA bucaqları bir-birinə çarpaz olur. Kəsənin əmələ gətirdiyi iki paralel arasında çarpaz. Alfa bərabərdir. Düz. Əla. İndi baxaq. Deməli, burada olacaq A tərəfi, burada olacaq A tərəfi. Çünki ABC üçbucağı oldu, bərabər yanlı. Çünki burada alfadır, burada alfadır. Bərabər yanlıdırsa, AB də CD-yə bərabərdir. Burada deməli A oldu. Yaxşımı? İndi baxaq. İndi bərabər yanlı trapesiya olduğuna görə bucaq A 2 alfa olur. Deməli, bucaq D də 2 alfadır. Çünki nəyə görə? Bərabər yanlı trapesiyanın bu oturacağı bitişik bucaqları da demişdik, baxa, bərabər olur. Ona görə. İtilər bərabər, körlər bərabər. Bərabər yanlı trapesiyada, yəni bucaq A ilə bucaq D bərabər. Bucaq C ilə bucaq B, onlar da bərabər. Bir-birinə bərabər daha doğrusu. İndi baxaq. Deməli, nə qayırıq? Başqa görəndə fikirləşə bilirik burada. Hə, bu fikir verin uşaqlar. AC-də bir düzbucaqlı, üçbucaqlı, buna görə perpendikulyar çəkilir, baxa burada. Və bu alfa ilə 2 alfanın cəmi 90 eləməlidir. Axı düzbucaqlı, üçbucaqlı, 2 alfanın cəmi eləməlidir 90. Deməli, 3 alfa bərabərdir 90-a, alfa da bərabərdir 30-a. Deməli, bura bərabərdir 30, burada bərabərdir 60. Vəssalam, həmin o məşhur düzbucaqlı, üçbucağı aldıq. Baxaq indi. Görə nə deyirik biz indi? 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Bura A-dırsa bunun hipotenuzu da, yəni AD tərəfi də olur 2A. Düzdürmü? 2A olur. İndi bizə AC lazımdır. AC-də 60 dərəcəli bucaq qarşısında duran tərəfdir. 60 dərəcəli bucaq qarşısında duran katet də digər katetin nə idi? Kök 3 misli idi. Düzdürmü? Yəni bu da A kök 3-ə bərabərdir. Vəssalam. İndi biz buradan perimetrə görə A-nı tapıb, sonra A kök 3 tapıb AC-ni tapacağıq. Baxa, perimetr nədir? 3A üstəgəl 2A. Perimetrin bütün tərəfdən cəmi. Bu da bərabərdir 5A-ya. Perimetrdə yəni 5A da bərabərdir 15 kök 3-ə. A da bərabərdir, hər tərəfi 5-ə bölürəm, edir 3 kök 3. İndi bizə AC də nəyə bərabər idi? AC də A kök 3 idi. Düz. A 3 kök 3-dürsə, deməli mən AC-ni tapmaq üçün A-nı, yəni 3 kök 3-ü, A-nı, yəni 3 kök 3-ü vuracam kök 3-ə. Bu da bərabərdir nəyə? 3 vur 3, yəni 9-a. Deməli, AC də nəyə bərabər imiş? 9-a bərabər oldu. Vəssalam, bu sualda belə getdi. Hə, şagirdlər, deməli, sonuncu suala baxırıq. Bu da 83-cü sualdır. Yəni də ABCD trapesiyasında BC-ni 3, AD-ni 12 verib və MN adlı X ilə göstərdiyi bir parça, YF adlı Y ilə göstərdiyi bir parça var. Deyir ki, MN, BE, ME-yə, bir də EA-ya bərabərdir və CN də NF və FD-yə bərabərdir, FD-yə bərabərdir. Düzdürmü? Bu nə deməkdir? Bax, fikir verin. Bunların mütənasibliyi əmsalı 1-in 1. Bərabərsə bunların nisbətləri, məsələn, bu K-dırsa, bu da K olur, bu da K olur. Bu məsələn A-dırsa, bu da A olur, bu da A olur. Fikir verdiniz, nisbətlər bir-birinə
bərabərdir. Məsələn, Fales teoremi bizə nə demişdi? Fales teoremi bizə demişdi ki, bu tərəfin bu tərəfə nisbəti nədirsə, bu tərəfin də bu tərəfə nisbəti o olar bir şərtlə. Əgər həmin hissələri paralel xəttlər çəkərsən. Deməli, bu 3, bu 12, bu x, bu y, 4 parçanın 4-ü də bir-birinə paraleldir. Yaxşımı? Paraleldirsə, deməli, burada içsi olan bir trapesiyalar əmələ gəlir. Bax, fikir verin, maraqlı bir trapesiyalar var. İndi diqqətlə bir dənə baxaq. Bu sualı müxtəlif, belə bu üsulla həll edərik. Bax, diqqətlə qulaq asın. Necə edəcəm? Bax, diqqətlə bax. Bax, məsələn, Y-dən başlayaq. Bax, Y, B, C, F birləşdirdim. Belə bir trapesiya, yaşıl trapesiyanı gördünüz, içində bir yaşıl trapesiya var da. Onun orta xətti x-dir. Hardan bildiniz ay müəllim? Çünki bu buna bərabərdir. Bu da buna bərabər. Deməli, həm də paraleldir. Deməli, bu x, bu trapesiyanın YBCF-in orta xəttidir. Deməli, onda 3 və y-in cəminin 2-yə böləndə orta xətti alarıq. Yəni, oturacağı 3 və y-dir. Onları toplayıb 2-yə böləndə biz nə edərik? X-i alarıq. Yaxşı, bunu yazdım. X bərabərdir 3 plus y bölü 2. İndi biz başqa bir dənə trapesiyaya baxaq. Başqa bir dənə trapesiyaya baxsaq əgər. Vay, bunu silməyək. Aha, indi diqqətlə baxaq. Yenə də mən yaşıl rənglə göstərəcəm. Bu səfər də qırmızı rənglə göstərək. Məsələn, A, M, N və D trapesiyasına baxaq. Y də bunun orta xəttidir. Eyni qayda. Bu buna bərabərdir. Bu da buna bərabərdir və paralelsi orta xətt. Deməli, 12 plus x, bu da onun oturacağıdır. Bölünsün 2 bərabərdir bunun orta xətti olan y-ə. İndi 2 dənə sistem tənliyi qurduq. İndi bu sistem tənliyi əsasən biz bunu başlayacaq həll eləməyə. Yaxşı, diqqətlə qulaq asaq. Bizə deyir x və y-ə ayrılıqda tap. Gəl baxaq, əvəz etmə eləyəcəyik. Buradakı x-in yerinə, qara qələmi seçək. Aha. Buradakı x-in yerinə bu ifadəni mən yazacağam. Yaxşımı? Yazıram. 12 plus, bu x-in yerinə bu ifadəni yazıram. 3 plus y bölü 2. Aha, burada nə var? Bölünsün 2 bərabərdir y-ə. Yaxşımı? Bərabərdir y-ə. İndi çarpaz bunu 2y kimi vururam. Yazıram 12 plus 3 plus y bölü 2 bərabərdir 2-ni də y-ə vuranda edir 2y-də. Bu tənliyi yəqin ki, həll edə bilirik biz avtomatik olaraq. İndi davam eləyək. Burada bir məxrəc var, o məxrəcdən azad eləmək lazımdır. Məxrəcdən azad eləmək üçün nə edəcəm? Hər tərəfi bu 2-yə vururam. 12-ni 2-yə vuranda 24. Bunu 2-yə vuranda 3 plus y qalır. Bunu da 2-yə vuranda qalır 4y. 24 ilə 3 toplayanda edir 27. Y də digər tərəfə atanda edir 3y. Deməli, y də bərabərdir 9-a. Afərin. Y-in 9 olduğunu tapdıq. Qeyd eləyin orada. İndi y 9-dursa, bəs x-i necə taparıq? Gətirək burada yerinə qoyaq. Bu da bu üsulda. 3 plus 9 bölü 2. Bu da x-ə bərabərdir. Axı 3-ün üstə 9 neçə edir? 12. 12-nin də 2-yə bölündə edir 6. Deməli, x bərabərdir 6-ya, y də bərabərdir 9-a. Vəssalam, sual tamamlandı. Dərs də tamamlandı. Oturun, hazırlaşın.